Əslində bugün vlog çəkmək niyyətim yox idi. Sadəcə bəbəşiyi havaya çıxartmışdıq. Amma yolda yadıma düşdü ki, mən Novruz videosu çəkməliyəm. Ona görə də Novruza yüngül alış-veriş lazımdır. Salam dəyərli izləyicilərim, kanalımıza xoş gəldiniz. Necəsiniz? Ümid edirəm ki, hər biriniz yaxşısınız. Bəbəş. Bu da böyük bəbəş. Top oynayır hay-hayda. Yine belə bir Lego almışam ki, başı qatışsın, planşetlə çox oynamasın. İndi qurduqca inşallah çəkəcəm, sizə də bir fikir olsun. Əslində bundan böyüklər də var idi. Dedim hələlik balacaları eləsin, sonra böyük alaram. Qura bilmirəm, çünki görünməsin. Qura bilmirəm hələ. Ondan sonra geçən 39 manatlık alacağım. Bildiyiniz kimi neçə dənə soska yoxlamışdım, nəhayət birini almışdım. Aventin soskasını almışdım, onu da itirdim yolda və indi getdim yenə də birini aldım. Yoxsa ki, soska əvəzi butulka götürür, butulkasız dayanmır. Bir də bu bezi sizə göstərmək istəyirəm. O qədər xoşum gəlir ki bundan. Yəni kəşf olunmamış bir markadır məncə bu. Nə gedirik uşaqlar? Nə var tuttuvalımı? Hara gedirik Muka? Sən də de. Hara gedirik? Evə qayıtdım, buradan da gedirik Nəbatat bağına. 3 dənə oğlan uşağı ilə, arkada 4 dənə oğlan uşağı ilə gedirəm. Şey səsini çıxarırsan? Sizin yəni hamınızla bir yerdə arkada getmək elə də yaxşı fikir deyilmiş deyirəm şu an. Bir də bu var, bir də belə bir şey var. Bura biz niyə gəlmişik? Bura əslində biz video çəkmək üçün gəlmişik. Bildiyiniz kimi səssiz videolar çəkirik digər kanalda. Bunun üçün isə bizə lazımdır yaşıllıq. Həmən yaşıllığı isə bizim həyətdə yoxdur. Mütləq isə lazımdır ki, orada estetik görünüş, yaşıllıq. Ona görə bura gəlmişik. Müvəqqəti həyət evi alınana qədər bu cür yoxlayacaq. Əslində digər kanal üçün çəkmişdim bu çəkilişləri, amma burada göstərmək istədim ki, sizə birdən gəlmək istəyənlər olar və hələ gəlməmiş olanlar olar. Onlar da görsün. Ürəyiniz istəsə əgər gələ bilərsiniz. Çox maraqlıyıq. Elə girişdən bizi yaşıllıq qarşılayır. Biletlərin qiyməti adam başı 2 manatdır. Ümumiyyətlə Nəbatat bağına bilet 2 manatdır, amma orada bizdən soruşdular ki, tropikal zonaya da girmək istəyirsiniz ya yox. Biz də dedik ki, girmək istəyirik. Onun üçün də əlavə 2 manat ödədik hər adam başına. Elə nə yaxşı ki, ödəmişik, çünki buranın gözü elə həmən tropikal zonadır. Biletləri ilə girişdə belə QR kodu oxuyan bir aparat var, ora vurub girirsiniz. Hə, axır ki, daxil olduq. İstədim ki, sizə də göstərim bu görünüşü. Həqiqətən də çox gözəldilər. Deyim ki, düzdür, qəşəngdir, yaşıllıqdır filan, amma tropikal zona daha gözəldir. Burada gördüyünüz kimi hələ tropikal zonada deyilik, belə adi Nəbatat bağındayıq. İndi sizə göstərəcəm digərlərini. Siz soruşmadan mən deyim ki, əgər piknik etmək istəsəniz, burada icazə verirlər. Sadəcə kömür filan yandırmaq olmaz bildiyiniz üzrə. Hə, gəldik tropikal zonaya. Gülləri sevən adam ola, bunlar da göstərələr. Elə xoşuma gəldi ki, çox gözəldir buradakı güllər. Sadəcə bura o qədər istidir ki, yəni bu qışın gününə baxmayaraq adam tər tökür burada. Elə bil ki, parnik kimi bir yerdə, yəqin ki, bu güllər isti sevir deyə, bunlara isti lazım deyə belə ediblər. Bunu da qeyd edim ki, əgər bura gəlmək istəsəniz, ümumiyyətlə Nəbatat bağına girmək istəyirsinizsə, kamera ilə icazə vermirlər. Yəni ki, pulsuz icazə vermirlər də, yəni 20 manat pul ödəməlisiniz kamera üçün. Məndə ümumiyyətlə uşaqlıqdan belə həvəs var. Düzdür, şəkil video çəkməyi xoşlayıram, ta uşaqlıqdan xoşlayıram. Bu mənə anamdan keçib. Amma insanların şəklini, videonu yox, ən çox belə yaşıllıq videoları çəkməyi, təbiətin videosunu çəkməyi o qədər xoşlayıram ki. Necədir? İstidir yuxarı. Sən tərləyəcəksən amma. Şəkil video çəkmək həvəsi dediyim kimi uşaqlıqdan var. İstədim ki, bir ara fotostudiya qurum. Hardasa 2 il əvvəl fotostudiya qurduq. Hər şey çox yaxşı idi. Bəlkə də 1 ilə yaxın işlətdim oranı. Əl işi bacardığım üçün mənə asan idi. Həm dekorları özüm qururdum, özüm hazırlayırdım, həm də ki, insanların şəkillərini çəkirdim. Amma sonra gördüm ki, bu mənə görə deyil. Məsələn, normalda 30 şəkil demişdimsə, gələn hər kəs deyirdi ki, bizi belə də çək, bizi bunun da yanında çək, onun da yanında çək. Çəkiliş bitəndə görürdüm ki, bir normal şəkil 70 dənə, 100 dənə şəkil çıxır. Gözəl olan şəklə həvəsim var axı. Onu nə silməyə əlim gəlmirdi, nə də ki, montaj eləməkdən yorulurdum. Amma məndə o üz yoxdur ki, deyim ki, artıq pul verin, çünki əvvəldən danışdığımız pul o qədər idi və yaxşı tutalım şəkil çıxıbsa, cəmaət qəşəng çıxıb da əlim gəlmirdi, vicdanım gəlmirdi ki, həmən şəkilləri silim. Yeni il ərəfəsində ümumiyyətcə o qədər sıxlığı idi ki, yadıma gəlir ki, gecə yatmırdım. O dərəcədə oturub bütün şəkilləri çatdırmalıydım. Söhbətimi yadımızda saxlayaq. Bax, bura həmən bu tropikal zonanın görünüşüdür. Görün nə gözəl görsənir. Hər şey çox səliqəlidir. Yəni çox xoşuma gəldi bura. Hə, beləcə çox ağır bir qərar idi. Çünki çox xərc tökmüşdük həmən studiya üçün. Amma mən belə başa düşdüm ki, insanların çox da nazını çəkməyi xoşlamıram. Yəni deyəndə biraz çobud çıxır, amma ki bunu burada da çək, bunu bəyənmədim, bunu bəyəndim. Biraz yəni gördüm ki, o mənim sevəcəyim bir iş deyil. Ümumiyyətcə ilham pərisi deyilən bir şey var. Məndə əl işində də o var.
çəkmək istədiyim bir insana qarşı olsun, dekora qarşı olsun da həmən his var. Yəni mən həmən dekoru bəyənmişəmsə, həmən insanı bəyənmişəmsə, yəni xasiyyət olaraqdan gedir, görünüş olaraqdan yox. Adam istəyir ki, onu çoxlu çəksin. Amma bəzən mənfi enerji alırsan və görürsən ki, yorulursan. İnsanı çəkməyə səndə ilham pərisi olmur və həmin şey şəkilə də yansıyır, deyim ki, sizə videoda yansıyır. Həmən enerji əl işinə də yansıyır. Ümumiyyətcə yaradıcı insanlar belədir. Yaradıcı insan deyəndə tutalım ki, şair ilham pərisi olmasa necə şeir yaza bilər? Eləcə də mənə təkrar eyni adamların eyni dekorda şəklini çəkməyi deyim ki, ilham pərisi vermirdi. Yəni gəlmirdi mənə. Sözümüzü yenə yadımızda saxlayaq. Buranı çəkmişəm ki, yəni uşaqlar da gətirmək istəsəniz burada hər cür oyun var. Da gəl çıx da Hüseyn. Uşaqlar çox əyləndi. Yaxşı ki, bura var. Heç olmaya bura atdıq ki, bir-iki kadr çəkə bilər. Bura isə pulsuzdur, yəni bu zonada pul alınmır. Ona görə də o studiyanı bağladıq. Daha sonra deyim ki, mənə hamı deyir ki, niyə əl işləri görmürsən? Çünki əl işlərim bilirəm ki, çox gözəldir. Yəni bütün demək olar ki, əl işlərimin çoxu, tutalım ki, hansısa böyük bir liseylər üçün düzəltmişəm, hamısı birinci yerə çıxır. Da deyim ki, qızıl medal alan xonçalarım da var. Burada nəzərinizdə olsun ki, artıq mən tropikal zonadan çıxmışam. Bura elə Nabatat bağının özüdür. Dedilər ki, körpü var burada. Gedin körpüyə çıxma, ora qəşəydir. İndi gedirəm, çağırım ki, gedək körpüyə. Burada dedilər körpü var, amma biz uşaqlara görə körpüyə girə bilmədik. Körpü nədir? Bir Azərbaycanlı olaraq yazmasaq olmaz da. Körpü elə bil ki, burada nə qədər ki, gözəllik görürsünüz, ağaclar, elə gözəl uca çinarlar var. Hələ üstünü yazmağa məndə vaxt yox idi. Üstünə hər bir şey yazılıb əslində. Həmin körpüdən bu nə qədər burada dekorlar, ağaclar görürsünüz, hamısını görmək olur. Amma ki, çox uzundur. Körpünün ucu bucağı yoxdur. Bəylə gəlin görürsünüz də fotosesiya eləyirlər. İstəyərdim ki, oradan da görüntünü çəkim, sadəcə gedə bilmədiyi gördük ki, çox vaxt gedəcək. Əl işi niyə görə etmədim, yarımçıq qoydum. Çünki əl işi görəndə yenə də məndə eyni proses gedir. Nə ümumiyyətcə qiymət deyə bilmirəm insanlara, nə də ki, tutalım ki, 200 manata danışmışamsa, mən onun üstünə 400 manatlıq şey qoyuram. Video çəkirik, burada da bəygəlin fotosesiya edirlər, arxalarıca düşmüşük. Yəni ki, canımı qoyuram, həmən iş üstünə görürəm ki, buna dəymir. Nəhayət ki, çəkilişi başa vurduq, uşaqlar burada acdılar, özümüz orucuq elə uşaqları da acından qırırıq. Uşaqları acından öldürürdük, neçə saatlar. Yazıqlar acların acından ölürlər. Evə gəldik, evdən ki biz bayra çıxdıq, hərə paltar seçincə eləyincə evə elə bil ki, bomba atırlar. Yoldaşım sağ olsun, yemək hazırlayır iftara, bəbəşi də mən yatızdırmışım, keçirəm işlər. Yenə də qablar var, ona görə onları da yuyum hamısını. Daha sonra təzələn çəkəcəm. Mətbəx pis gündədir, bunlar bişirilməyə gedəcək. Yəni belə. Hamısı yedi. Sən qayıtdı yenə. Hazır. Sən oxşayın. Nə də yedizdirib ki, şeylər sayı hesabı yoxdur. Görürsünüz də evimizə qədər girirlər artıq. Bu qədər yedizdirmək lazım deyil. Bir dənə bıçaq verin. Hüseyin qırıb ən çox istədiyim stəkanlardan birini. Belə qapısından da bilmirəm zibilə necə atdım. Bunu qutuya filanın arası nəyəsə qoyacağım ki, çünki bir şeylər yemək axtaranda onların ağzına zərər verir. Üzləri filan kəsilə bilər. İftara az qalıb, kartoşka kebabı da istədim. Biraz amma tez eləmişik. Saatı səhv salmışıq da qalıb suyumuz. Sonra 45 dəqiqə, yəni 1 saatı var. Afərin sənə, bunları sən bu təmizlədinsə. Görün nə gözəl turşu qoymuşam maşallah. Elə dadlıdır. Mənim bundan çox, bundan xoşum gəlir. Elə xoşum gəlir bunun dadından. Burada yoldaşımın səliqəsini göstərmək istəyirəm. Yəni burada ki biz video çəkmirdik, o qədər həssasdır ki yeməyə. Ona görə mənim yeməklərimi çox da bəyənmir. O qədər səliqəli iş görür ki. İlk onu açdıq. İçindən 1, 2, 3, 4 parça bir şeylər çıxdı. Bu, işığı da var hətta. Nə yaxşı? İşığı da var. 4 parça çıxdı. Belə qurmaq üçün var da şey. Burada uzatırlar. Hüseyin necə eləyəcək? Bunu almaqda məqsəd olur ki, Hüseyin planşetdən uzaqlaşsın, Hüseynin beyni inkişaf eləsin və elə dağıtmasın hər yerə. Çox əyləncəlidir, bu formada qurmaqlar var. Biraz çətindir, amma ki, elə marağı da ondadır da, bu beyni ona görə işlədir. Bu planşetlə oynamaqdan uşaqların beyni tamamilə kütləşib.
Hə, indi axşam uşaqları yatızdırmışam, ona görə də aldıqlarımı da yerinə yığıram. Bəzilərini yığmışam, südü almışdım, xamı almışdım, onları yığmışam, qalanları isə indi yığacağam. Daha sonra bəzi insanlar da mənə sual verir ki, mən kolleci qutarmışam, tibb kollecini qutarmışam, onu da anamın istəyi ilə oxumuşam. Düzdür, əvvəllər bizim vaxtımızda qızın oxumağına yaxşı baxmırdılar. Sonradan anam məni kollecə qoydu, yoxsa məktəb vaxtı yəni pis oxumurdum, yaxşı oxuyurdum. Düzdür, fizika, kimya, riyaziyyata mənim heç vaxtı başım, beynim çatmayıb. Yəni çox hirslənirdim kimya, fizika oxuyanda. Amma ki, mənimlə birlikdə oxuyanlar hər yerdə demək olar ki, işləyirlər, xəstəxanalarda filan işləyirlər. Yəni iynə sistemdir, bunları vura bilirəm. Amma ki, insan həyatıdır deyə elə bir şeylərdə də işləmək istəmirəm. Mənə görə deyil, həm də ki, sevmədiyim sahədir. Humanitar fənlərə isə başım çox yaxşı işləyir. Dərsi demək olar ki, bir dəfə oxuyub əzbərləyirdi. Buna görə də tövsiyə edirəm hər kəsə ki, insan gərək sevdiyi iş üzrə işləsin. Çünki ətrafdan olur ki, deyirlər ki, səncə bu iş tutar ya tutmaz, bu işə başlamaq istəyirik. Mənim verdiyim birinci sual o olur ki, sən o işdə işləməyi sevirsən ya yox? Yəni o sənin sevdiyin sahətsə, o işdə sən uğurlu olacaqsan. Düzdür, biraz da gəlir gətirmək lazımdır. Tam tutalım ki, sevdiyimiz sahədir, amma ki, heç gəlir gətirmir. Bu da adam motivasiyadan salan bir şeydir. Konfetdən almışdım. Hüseyn deşib özü üçün götürüb. Bunu əslində biraz Xonçay üçün almışdım. Hər kitabda belə bir sözlər yazılır ki, mən milyonlarla şirkət açmaq istəyən insanlar gördüm. Sadəcə 2% şirkət sahibi ola bildi. Çünki onlar həqiqətən bu işi ürəkdən istəyirdilər və sevirdilər. YouTube-da deyim ki, belə bir şeydir. Məsələn, o bir kanalımızda o qədər baxış düşüb ki, demək olar ki, baxışı yoxdur. Yəni sizə məcbur etmək istəmirəm, amma əgər dəstək olmaq istəsəniz izləyə də bilərsiniz o videolarda. Yəni çox düşüb baxışlar, amma bu bizim sevdiyimiz sahədir deyə. Yəni mən səbirli olaraq gözləyirəm. Bu isə həmən digər videodandır, kanal üçün çəkdiyim. Burada turşu qoymuşam, elə qəşəng çıxdı ki, dadlar. Buna görə də sizə tövsiyə edirəm ki, əgər bir işi görmək istəyirsinizsə, bir davamiyyət lazımdır. Yəni tez həvəsdən düşmək lazım deyil. O səhvi mən də çox etmişəm. Bir də ki, sevdiyiniz iş olmalıdır mütləq. Yəni sevdiyi insanın iş olanda lap gəlir gətirməsə belə həmən işi tərk etmək. Biri yox imiş. Mənim gözəl qardaşım. Bir həşəm var imiş. Axşam isə düzdür, çox yorğun olsam da uşaqları yatızdırıb, daha sonra isə bütün otaqları səlqəyə saldım və videonu montaj eləyib yatmağa getdim. Sağ olun, gələn videolarda görüşmək üzrə.